Bismillahirrahmanirrahim. Salam dəyərli müsəlmanlar. Sizi İmam Zaman ağanın mübarək mövludu münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ənbiya surəsinin 105-ci və həmçinin Nur surəsinin 55-ci ayələrinə əsasən Allah Teala belə buyurur. Və ləqəd kətəbnə fiz-zabur min ba'diyəz-zikr ennəl arda yarisuha ibadiyəs-salihun. Biz Zəburda yazmışıq, yer üzünü salih qullarım irs aparacaqlar. Bu ayədə həm salih qullardan söhbət açılır, həm də irs kəlməsindən. Yəni, yer üzünə salih insanlar hakim olacaqlar. Bu ayədə Allah Teala bunu açıq-aşkar bəyan edir. Həmçinin irs sözündən istifadə edir. İrs sözünün xüsusi bir mənası vardır. Yəni, bundan öncə bu ilahi hakimiyyət olub, ilahi xilafət olub, amma onun daha geniş formasında Allah Teala öz salih qullarına qiyamətdən öncə verəcəkdir. Nur surəsinin 55-ci ayəsində Allah Teala buyurur: "Va'adallahu-llezine amenu minkum ve amilus-salihati la yestexlifennahum fil-ard kema istexlefellezine min qablihim." Allah Teala siz mömin və əməli salih bəndələr vədə verir ki, sizi yer üzündə xəlifə edəcəkdir. Necə ki, sizdən öncəkiləri xəlifə etmişdir. Bu ayənin təfsirində alimlər buyurur, məqsəd Həzrəti Davud və Süleymanın xilafətidir. O ilahi xilafətdir. Görürsünüz, yenə də salih qullardan söhbət açılır və irsdən, sizdən öncəki o ilahi xilafət daha geniş formada sizə veriləcəkdir. Sonra buyurur, لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذ۪ينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذ۪ي ارْتَضَى لَهُمْ. O dini ki biz sizə razı olmuşuq. Qədir Xumda dedi, "El-yevme ekmeltu lekum dinakum ve atmamtu aleykum ni'meti ve raditu lekumul İslam'a dina." İslamı sizə din olaraq razı olduq, neməti sizə tamamladıq. Bu dini deyir biz hakim edəcəyik. وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا. Bundan sonra biz sözün əsl mənasında əmniyyəti bərqərar edərik. يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا. Onda insanlar əsl tövhidə yetişəcəklər. Yəni, onda bütün insanlar Allaha sözün əsl mənasında ibadət edəcəklər. يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا. Heç bir zərrə qədər Allaha insanlar şərik qoşmazlar. Bu haçandır? Bu, o salih qulların dünyaya hakim olduğu zamanındadır. Təbii olaraq bu ayələri Peyğəmbərimiz təfsir eləyir. يُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةِ. Odur kitab və hikməti bizə təlim verən. Bütün müsəlmanların mötəbər hədis mənbələrinə əsasən, Hakim Müstədrəkdə, Sünən-i İbn-i Macədə İbn-i Macə nəql eləyir. Buxari də belə bu məzmunda bir hədis nəql eləyir və digər alimlər, şiə alimləri də öz hədis mənbələrində bu hədisi nəql eləyirlər. Qiyamətdən öncə yer üzünü zülm bürüyəcək. ثُمَّ يَخْرُجُ مِنْ أَهْلِ بَيْتِ مَنْ يَمْلَأُهَا قِسْطًا وَعَدْلًا. Sonra mənim əhl-i beytimdən bir şəxs seçilib, bir şəxs zuhur edib, yer üzünü ədalətlə dolduracaqdır. Buxari öz Səhih bildiyi kitabında belə nəql eləyir. Keyfə əntum izə nəzələ İbn-i Məryəm fikum İzə nəzələ İbn-i Məryəm fikum və imamukum minkum. Keyfə izə əntum izə nəzələ İbn-i Məryəm fikum və imamukum minkum. Necədir sizin üçün Həzrəti İsa nazil olacaq, yenidən yer üzünə qayıdacaq, imam isə sizin özünüzdəndir. Rəhbər isə sizin özünüzdəndir. Həzrəti İsa Allahın Peyğəmbəridir. Ulul əzm Peyğəmbəridir. Məsum bir şəxsiyyətdir. Görün, Peyğəmbərimiz nə buyurur? Deyir, o məsum şəxsiyyət,
yer üzünə qayıdacaq. Amma rəhbər, imam isə sizin özünüzdəndir. Digər hədislərə əsasən Həzrəti İsa Peyğəmbər imamın arxasında namaz qılacaqdır. Əhl-i Sünnənin və həmçinin şiələrin nəql etdiyi digər bir hədisə əsasən Peyğəmbərimiz buyurdu: Əl-Məhdi min vuldi Fatimə. O Məhdi ki, zuhur edəcək və yer üzünü ədalətlə dolduracaq, yer üzünə hakim olacaq və Allahın o xilafəti ona irs veriləcək. Min vuldi Fatimə. O Fatimənin balasıdır. Niyə Fatimənin balası? Niyə Peyğəmbərimiz buyurmur ki, Həzrəti Əlinin balasıdır? Çünki Həzrəti Əlinin xanım Zəhradan sonra digər həyat yoldaşları da olub. Bu bahisə mövzusu olmasın deyə Peyğəmbərimiz buyurur ki, Məhdi Fatimənin balasıdır. Yəni Əlinin balasıdır. Yəni İmam Həsən, İmam Hüseyn nəslindəndir. Deməli, ayələrə əsasən yer üzündə Allahın salih qulları hakim olacaq. Onlar o ilahi xilafəti irs aparacaqlar. O dövrdə, o zamanda əmniyyət bütün dünyada bərqərar olacaq. Dördüncüsü də Allaha əsl ibadət o dövrdə olacaqdır. İnsanlar sözün əsl mənasında onda tövhid əhli olacaqlar. Və bu kimin vasitəsilə, kimin simasında həyata keçiriləcək? Peyğəmbərin buyurduğuna əsasən Həzrət Məhdi Əcəlallahu fərəcəhu şərifin timsalında bu xoş günləri, ilahi xilafəti biz yaşayacağıq. Allah inşallah bizə o günü görmək nəsib eyləsin. Allah bizi o şəxsiyyətin nökərlərindən, dostlarından, davamçılarından qərar versin. Bir daha sizin mübarək bayram münasibətilə təbrik edirəm. Allah sizi, bizi ağanın sadiq davamçılarından qərar versin.